68 min manata 2 sota yaxın həyətyanı ərazisi olan 3 otaq ev, 8 daş kürsülü, qoşadaşla tikilib evimizin. Baxın bura, qaz sayğacı, işıq sayğacı, dövlət suyunun sayğacına qədər hər bir şey var. Qapı da geniş məhəlləyə açılır, maşın rahat daxil olur. Həyətin tam etinə qədər alınıb, bax, salafanın altına düzüb, yəni tam etə belə su dəyməsin deyə. Bağ sizə təyin edib. Evin arxasında soluna keçid var. Ehtiyac su çəni, gidrafonu və kombisi təzə kombini işlənməyib. Kombisi nə qədər qoyubdu. Raşotkalarına qədər də pəncərələrin hamısını çəkibdir. Padval da 8 daş kürsülüdür, rahatlıqla, yəni içəri girmək mümkündür. Dövlət suyunu istənilən vaxtda suyu gəlir. Baxın. Bax görürsünüz, su da gəlir istənilən vaxt. Suyu hələ tam açmadım, yəni su gür gəlir. Burada su kəsilmə söhbəti yoxdur. Yerdən də 8 daş kürsüdür, qoşa daşlı koridor sistemidir. Aboyları, kətan aboy, mebellərin hamısı Ukrayna mebelidir. Yəni bahalı materialdan hazırlanan mebellərdir. Nə görürsünüz də qalır, heç nə götürmür. Bir dənə ət çəkən maşını qab-qacağı var, onu götürəcək. Qalan hər bir şey qalacaq. Sanitar qoşağın heç aksesuarlarına qədər də heç əl vurmayıb, hamısı təzədir. Yəni yaşayış olmayıb. Radiatorları da qoyulubdur, pərdənin arxasında radiatoruna kimi var. Evimizin mətbəx mebeldir, bahalı mebeldir. 4 metrəlik mətbəx mebeldir, gördüyünüz kimi. Xaladenko televizorda qalır, paltar yanına kimi qalır. Alıb yəni 400 manatdan kirayə də vermiyorlar. Qiymət 68 min, start qiymət qəşəng indirimdə olacaq.